Film iki gəncin alovlu məhəbbətinin uğursuz sonluğundan bəhs edir. Fəxrəddin Manafov və Meral Konrad filmdə o qədər canlı oynayırlar ki, hətta insanlar onların gerçək həyatda da sevgili olduğunu düşünürdü. Lakin sonralar açıqlama verən cütlük bunun sadəcə şayi olduğunu bildirdilər. Film boyu Rasim Ocağov emosiyaları çox gözəl duyur və onları ötürə bilirdi. Elə anlar olurdu ki, rejissor hər şeyin necə çəkiləcəyini açıq-aydın təsvir edirdi. Gəl öp məni Zaur. Axırıncı dəfə səndən olmaq istəyirəm. Təxminə tamaşa olaraq Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynanılmışdı. Dövlət xətti ilə çəkilən filmin çəkilişləri təxminən bir ildən çox vaxt aparır. Arada yaranan maliyyə problemləri çəkiliş vaxtının uzanmasına səbəb olur. Hər filmdə olduğu kimi çəkilən, lakin efirə getməyən kadrlar çox olur. Filmdə Zaurun valideynlərinin təxminənin ünvanına söyüş işlətdikləri epizod var.